Demək, bəzi sahibkarlar var ki, onlar real bir şeydir də. Onlar səhər işə başlayan kimi ilk işi rəqiblərin sosial media hesablarını analiz edirlər. Onların yeni çıxartdığı məhsula baxmağa çalışırlar və yaxud da ki, cəmiyyətə açıq olmayan məlumatları bir şəkildə əldə etməyə çalışırlar, gizli müştəri, digər şəkillərlə. Mən düşünürəm ki, bunun həm sahibkar üçün, həm də müştəri üçün mənfi tərəfləri var. Sahibkar üçün nədir? Bu məlum məsələdir ki, o adam bu işə başlayan bir planı olmuş olur, həmin o kopyalamağa çalışan sahibkarın. Amma o kimisə kopyalamağa çalışanda təbii ki, öz yolundan çıxmış olacaq, başqasının yolunu getməyə çalışır. Bu onu özü olmaqdan, yəni kiminsə arxasınca gözü yumru şəkildə addımlamaqdan, yəni olduqca riskli bir prosesdir. İkinci mənfi tərəfi ki, həmin o kopyalayan tərəflə bağlı, o hər hansı bir məhsulu kopyalamağa çalışanda o məhsulun how-how'sunu kifayət edə bilməyəcək. Çünki onu digər sahibkar yaradıbsa, təbii ki, onu bir bazar araşdırması ilə, bir nəticəyə gələrək yaradıb. Amma onu kopyalamağa çalışan isə olduğu kimi qəbul eləyəcək. Ona görə istənilən vaxtı gələn vaxt lazım olan manevrları eləyə bilməyəcək və bu da digər bir riskidir. Eyni zamanda həmin sahibkar başqa bir rəqibi dediyi adamı izləməyə çalışdıqca təbii ki, mental olaraq da bir düşüş yaşayacaq. O adamın yeni məhsul çıxartması onu bir tərəfdən qayğılandıracaq, onun məhsullarındakı satış tendensiyası onu belə deyim, mental olaraq aşağı salmağa başlayacaq. Hər bir halda özü olmaqdan çıxacaq. Müştəri üçün isə mənfisi nədir? Bir məhsul fərqli sahibkarlar tərəfindən dəfələrlə təkrar olunanda məhsul üfüqü deyil, dərinləməsinə inkişaf eləmiş olacaq. Yəni düşünün ki, bir məhsulun fərqli marka adları altında bir neçə çeşidi var. Yəni sadəcə adlar fərqlidir, keyfiyyət yaxındır və yaxud da ki, eynidir. Amma yaxşı olar ki, bənzər və yaxud da yaxın məhsulların bir-birindən fərqlənən xüsusiyyətlərindən ibarət istehsallara daha çox və yaxud da ki, məhsullara daha çox üstünlük verilsin. Ona görə kopyalama bu tərəfi limitləyir müştəri adına. Təbii ki, eyni məhsulun fərqli sahibkarlar tərəfindən istehsal olunması onun qiymətini aşağı salacaq, müştəri üçün bir plus yaradır burada. Amma eyni zamanda hər zaman qiymətin düşməsi, keyfiyyətin sabit qalması anlamına gəlmir. Bu keyfiyyəti də müəyyən mənada bir təhdid yaratmış olacaq. Bir sahibkar səhər duran kimi rəqibini izləməkdənsə, xüsusilə kiçik sahibkara aiddir bu. İzləməkdənsə birinci növbədə unikal məhsul yaratmağa daha çox, yəni bir sahibkarın müştərisinin əlinə almaq daha çətindir, amma bir unikal məhsul yaradaraq yeni bir bazar yaratmaq daha effektiv olar. Bir sahibkar üçün olmalı olan xüsusiyyətlər xoş niyyət, oturmuş xarakter və bazar haqqında qismən məlumatlı olması yetərlidir.